Mən elə bu ən çox qadınları narahat edən suallardan keçəcəm. Buyurun. Özümdə də var onlar. Deməli biz hamımız çalışırıq ki, yağları əridək. İndi bu plastik cərrahlar da var, lipalar da, falanlar da, beşməkanda. Mən bunların əksinə qarşı deyiləm, amma bədəndən tam yağın getməsinə də tam razı deyiləm. Məsəl üçün, çünki qol nahiyəsindəki yağlar da bizə düşünürəm ki, hardasa faydalıdır. Ayaq nahiyəsində olanlar da, bel nahiyəsində olanlar da. Amma biz çalışırıq ki, bütün yağları sıvıraq da, yəni sirə heç nə qalmasın. Bu nə dərəcədə faydalıdır və ümumiyyətlə bu belə olmalıdır yoxsa yox? Birisi sözün əvvəlində mən sizə dedim, axı insanlar başqalarının standartlarına görə gəlir. Bax, bu o mövzudur. Mən başqa ölkələrdə çox məsəl üçün standartları bilmirəm, amma bunu deyə bilərəm ki, yəni o Türkiyədə qaldığım müddətdə mən orada liposakçalı qadın görmədim. Mən orada məsəl üçün omba hissəsini yağla böyütməyə çalışan qadın görmədim. Bu acınacaqlı bir vəziyyətdir. İnsanlar düşünür ki, mən limitlərimi aşacağam, mən yeyəcəm, içəcəm, gəzəcəm, keyf eləyəcəm, nə bilim, şəkər, o, bu, tort, o, mən çörəkdən vaz keçirməm, mən bu yağı ovcuma sürtəcəm, elə ən çox istifadə etdikləri söz. O, mən qoğal yeməsəm, yəni mən dürmək yeməsəm və şincə içməsəm. Axı, bunun fəsadları sənin o yağlanmağına gəlir çatdırır. Və düşünür ki, əşi, nə var ya, gedəcəm abdominoplastika eləyəcəm, ya da gedəcəm sakşın elətdirəcəm və yaxud da həkimlər var, pul da taparam, kredit də çəkərəm. Çox böyük təəssüf hissi ilə demək istəyirəm ki, Azərbaycan artıq bu qazanın içində yoğrulur və nəticə olaraq heç bir kimsə düşünmür ki, bu normaldır və ya anormaldır. Bunun fəsadları nə ola bilər? Nə bilim, sağlığı qoyuram bir tərəfə. Onun ağrı acısını çəkmək, o proseduru yaşamaq və problem ondadır ki, bu insan ruhsal boyutda öz problemini çözə bilmədiyi üçün fiziksel boyutda o istədiyi yerə gələ bilmir. O gəlir, məsəl üçün sakşın elətdirir, amma ruhu acdır. Ruh yemək istəyir. Ruh deyir ki, mən yetərsizəm. Ruh deyir ki, fiziki olaraq sən mənə yetənə bilmirsən. Və fiziki olaraq yağlarını aldırmağına baxmayaraq, ruh ac olduğu üçün yeməyi tələb edir. Onda ruhları necə doyuzdursunlar? O artıq onun psixoloji və mental düşdüyü ortam, keçmişdəki travmaları, yaşadığı həyat və özünün özü ilə olan mübarizəsidir. Və burada yağları aldırmaq və ya aldırmamaq, sağlığı qoyuran bir tərəfə, bu hamısı beyin və ruhla əlaqədardır. Fiziki deyil. Və nəticə olaraq söhbəti toplayım, yağları aldırdıqdan sonra 5 ay, 6 ay, 8 ay reabilitasiya keçir, 2 ildən sonra eyni ortaya gəlir, nöqtəyə gəlir. Yəni onlar qayıdır. Bəli, çünki yenə yeməyə davam edir, dayanmır. Çünki fikirləşir ki, bir dəfə də gedərəm. Bilirsiniz, dəfələrlə liposaksiya eləyən qadınlar var. Dəfələrlə eyni əməliyyatı eləyən qadınlar var. O ki, qaldı sizin sualınıza. Bədən, qadın bədəni yağla ibarət olduğu üçün ki, bu belədir. Əzələ arasında belə yağ toxumaları olduğuna görə qadınlar kişiyə nisbətən daha yuvarlaq, daha belə yumuşaq formaya malikdir. Yüz cizgiləri, bədən cizgiləri daha dolğun olur. Və bunu aldırmağa çalışan qadın anlamır ki, dəri və bədən ümumiyyətlə o yağı lokal vermir. Bu bütün bədən üzrə prosedur baş verir. Yəni və sən bir nahiyədən çəkirsənsə, o nahiyə aidiyyatı bütün bədənə təsir edir. Doğrudur. Sən göbək bölgəsindən bu yağı çəkirsənsə, bu sənin başına yığılacaq, dərvin altına yığılacaq, bu hava yığılacaq, qulaqlarına. Yəni hər yerə bu dolacaq. Və sən o tərz yeməyə davam elədikcə, sən çıxa bilməyəcəksən bu rutinin içindən. Və sənə heç kim, yəni o liposaksiyanı eləyən həkimin heç bir günahı yoxdur. Sən gedirsən, o adam sənin, o da hər nə istərsə pulunu qazanmalıdır. Müraciət edirsən, adam sənə hizmət verir, yəni türklər demişkən. Və sən bu hizmətin qarşılığında bir müddətdən sonra günü gedirsən, yeyirsən və hamıya danışırsan, deyirsən ki, mən liposaksiya edim, amma mənə xeyri olmadı və yaxud da başqa yerlərimə yığıldı və yaxud da ayağım başladı yağlanmaq, qollarım böyüdü və mən bunları necə eləyim? Axı sən bütün bədənin su axımını kəsmisən. Yəni bir ki, siz bir arxdan su gəlir, onun qabağını kəsirsiniz, bu su harası axmalıdır.
Və bu yandan bir yerdən özünə cığır açır və gedir. O getdiyi yer artıq hara gətirəcək, onu heç kim bilmir. Çünki bu planlanmış bir şey deyil. Və insan bədəni çox ciddi şəkildə çox ağıllı və sistem olaraq, yəni nə istədiyini bilən bir sistem olduğu üçün biz düşünürük ki, biz nəyisə idarə edirik. Hormonlar və bədənin müəyyən strukturlarını siz aşa bilməzsiniz.